Belə gözəl, dadlı və faydalı arpa supu necə hazırlanır? Arpanı yoyuruq, üzəri örtülənə qədər su əlavə edib bir kənara qoyuruq. Soğan kiçik formada doğranır, yağda qovrulur. Qızılı rəng alan zaman bura bir yemək qaşığına yaxın un əlavə edirik, qarışdırırıq. Un da birazca qovrulduqdan sonra tomatı əlavə edirik, qarışdırırıq. Sonra bura hardasa bir dolu yemək qaşığı qədər qovulmuş nanə qurusu əlavə edirik, qarışdırırıq və biraz soyuq su əlavə edirik ki, açılsın. Yəni qaynar su əlavə etsək, qovrulmuş un topalanar. Ona görə əvvəlcə mütləq biraz soyuq su əlavə edirik. Sonra qaynar su və yaxud bulyon əlavə edirik. Biraz duz əlavə edərək qazanın qapağını örtürük. Qaynara düşdükdən sonra islatdığımız arpaları qazana əlavə edirik, qarışdırırıq. Qazanın qapağını örtürük və zəif odda bişənə qədər qaynayır. Tamamilə arpalar yumuşalmalıdır və yemək həlimli bir formada olur. Çox dadlı, faydalı və gözəl bir sup alınır.